Paint Deformation bölməsinə baxırıq. Paint Deformation'ın əsas məqsədi nədir? Bizim obyektimizi deformasiya etməkdir. Fırça vasitəsilə deformasiya etməkdir. Push and pull bizim səthimizi yuxarı qaldırır ya da aşağı salır. Relax deformasiya etdiyimiz səthimizi hamarlaşdırır. Revert isə seçdiyimiz ərazini silir. Brush size fırçamızın radiusudur. Brush strength-dəki fırçamızın gücüdür. Seçək push and pull-u və brush sayımızı biraz çoxaldaq. Mouse'un sol düyməsini klik edib buraxmadan obyektin üzərindən keçmək olur. Mouse'un sol düyməsini klik edirik. Lazım olan yerdə deformasiya olunur. Əgər əksinə içəriyə salmaq istəyiriksə, klaviaturamızda alt düyməsini basırıq. Basıb saxlayanda mouse'un sol düyməsini klik edirik. Görürük ki, əks istiqamətində gedir. Relax'a klik edək. Üzərindən relaxla keçək. Və indi görəcəksiniz ki, buradakı səthimiz belə qırış-qırışdır. Üzərindən relaxla keçəndə görürük ki, artıq daha hamarlaşır, düzləşir. Bu bir cür sculptingdir. Yəni 3D Max-da düzdür, sculpting digər proqramlara baxanda zəifdir, amma yəni bu da bəzi alətlərindən biridir. Bu relaxdır. Və revert isə artıq deformasiya olan səthimizi geriyə qaytarır. Yəni sıfırdan deformasiyadan qabaq necə etsə elə edir. Üzərindən keçirik və görürük ki, öz köhnə variantına qayıdır. Belə, bu Paint Deformation-dır. Ən çox istifadə edəcəyimiz yer landşaft dizaynında olacaq. Yəni landşaft yaradanda orada tez istifadə edəcək belə çıxıntılar falan, yəni orada istifadə olunur.